Latviyada Azərbaycanlı tələbə həbs edilib. Tələbə Əli Xəlilov Rusiyaya hərbi təyinatlı avadanlıqlar, o cümlədən Starlink Payk internet sistemləri satmaqda təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Latviyanın LTV kanalı məlumat yayıb. Xəlilov beynəlxalq sanksiyaların pozulmasında da ittiham olunub. Latviya mətbuatı yazır ki, Azərbaycan vətəndaşı Əli Xəlilov qabaqcadan əlbir olan qrup tərəfindən beynəlxalq sanksiyaları pozmaq və xarici dövlətin digər dövlətə qarşı fəaliyyətlərinə yardım etməkdə ittiham olunur. İttihama görə Əli Xəlilov Starlink avadanlıqlarının sifarişi zamanı tətbiq olunan məhdudiyyətləri keçmək üçün 85 SIM kart əldə edib və saxta sənədlərlə 42 e-mail açıb. Bundan əlavə, Xəlilov digər şəxslərin bank hesablarından istifadə edərək 60-dan çox Starlink cihazı sifariş edib. Cihazların çoxunun gizli şəkildə Rusiyaya aparıldığı bildirilir. Əli Xəlilov ittihamları qəbul etməyib və özünü günahkar bilməyib.